Salavat və salam demək Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm haqqında gəlmişdir. Uca Allah bu haqda Əhzab surəsində belə buyurur. İnnallaha və mələikətəhu yusalluna alən-nəbi. Həqiqətən də Allah və onun mələkləri nəbiyyə, peyğəmbərə, yəni Muhammed sallallahu aleyhi və səlləmə salavat deyirlər. Ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimu təslimə. Ey iman gətirənlər, sizlər hörmətlə, ehtiramla peyğəmbərə salavat və salam deyin. Bu ayədən bizə aydın olur ki, salavat və salam demək, yəni sallallahu aleyhi və səlləm demək, Muhammed peyğəmbər sallallahu aleyhi və səlləm haqqında gəlmişdir. Hədislərdə də Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm özünün adı çəkilən zaman salavat və salam deməyi bizlərə buyurur. Çox saylı hədislər vardır. Birində Cəbrail əleyhissalam gəlir Muhammed sallallahu aleyhi və səlləmə deyir ki, ey Muhammed, sənin adın çəkildikdə sənə salavat və salam deməyən şəxs cəhənnəmdə üzü üstə sürünsün, rüsvay olsun. Həmçinin Muhammed sallallahu aleyhi və səlləm deyir ki, kim mənə bir dəfə salavat və salam deyərsə, Allah özü ona 10 dəfə salavat və salam deyər. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ən paxıl adam mənim adım çəkildikdə mənə salavat və salam deməyən şəxsdir. O ki qaldı digər peyğəmbərlər haqqında Adəm, İdris, Nuh, Salih, Musa, Harun, İbrahim, İsmail, İshak, Davud, Süleyman, İsa, bütün bu peyğəmbərlər haqqında isə biz sadəcə salam deyirik. Məsələn, Davud aleyhisselam. Davud, Allahın salamı onun üzərinə olsun. Nuh aleyhisselam. Nuh, Allahın salamı onun üzərinə olsun. Süleyman aleyhisselam. İsmail aleyhisselam. İshak aleyhisselam. Allahın salamı onun üzərinə olsun. Çünki Allah Teala o peyğəmbərlər haqqında Qur'an-ı Kərimdə salam deyir. Amma Muhammed sallallahu aleyhi və səlləmin üçün isə deyirik sallallahu aleyhi və səlləm.